İran ətrafında vəziyyətin son dərəcə gərginləşdiyi və Amerika Birləşmiş Ştatlarının İrana qarşı hərbi əməliyyatlara başlayacağı ilə bağlı ehtimalların gücləndiyi bir şəraitdə ölkənin daxilində də ciddi hadisələr baş verir. Belə demək olar, daha önəmli proseslər məhz İranın daxilində cərəyan edir. Bu baxımdan İran hakimiyyətinin yuxarı eşelonundakı dəyişikliklər və post-Xameneyi dövründə hazırlıqlara dəlalət edən məlumatlarla yanaşı, artıq 3 gündür ölkənin aparıcı universitetlərini bürüyən tələbə etirazlarını xüsusi qeyd etmək lazımdır. Etirazlar ötən şənbə günü fevralın 21-də Tehrandakı Əmir Kəbir Universitetindən başlayıb, çox keçmədən digər universitetlərə və şəhərlərə də yayılıb. Önəmli məqam budur ki, həmin gün universitetlərdə yeni semestrin başlanğıcı olmaqla yanaşı, yanvar etirazlarında həlak olanların 40-ına təsadüf edib. Universitet rəhbərləri hakimiyyət orqanları ilə birlikdə əvvəlcə tələbələrin keçirdiyi anım mərasimlərinin qapalı məkanda baş tutmasına çalışıblar. Lakin tezliklə tələbələr açıq havaya çıxaraq hakimiyyət əleyhinə son etirazlardan bəlli olan müxtəlif şüarlar səsləndiriblər. Belə olduqda hakimiyyət etiraz aksiyalarının genişlənməsinin qarşısını almaq üçün B planını işə salıb. Bir tərəfdən hakimiyyəti dəstəkləyən və müvafiq şüarlar səsləndirən tələbə qrupları meydana çıxarılıb və beləliklə tələbələr üz-üzə qoyulub. Digər tərəfdən isə bəsic qüvvələri universitet şəhərciklərinə cəlb olunub və etirazların lokallaşdırılmasına cəhd edilib. Bunu Sepaha bağlı Fars İnformasiya Agentliyinin İranın ən nüfuzlu ali təhsil müəssisələrindən olan Şərif Texnologiya Universitetindəki aksiya barədə yaydığı məlumatlardan və videolardan da aydın görmək olur. Agentlik yazıb, Şərif Universitetinin bir qrup tələbəsi yanvar ayındakı hadisələrdə həyatını itirənlərin 40-ı münasibəti ilə toplantı keçirib. Sakit bir mərasim şəklində keçirilməsi nəzərdə tutulan bu toplantı üzünə maska taxmış bir neçə nəfərin tədbirə qoşulması ilə başqa bir səmtə yönəlib. Belə ki, toplantıda diktatora ölüm şüarı və şah tərəfdarlarına xas olan bəzi digər şüarlar səslənməyə başlayıb. Bu vəziyyətə cavab olaraq tələbələrin digər bir qrupu İslam inqilabını müdafiə edən şüarlar səsləndirib. Onlar həmçinin qarşı tərəfin bir çox liderlərinin oruç tutmamasına etirazlarını bildiriblər. Hakimiyyətin bu taktikası aksiyalar gedişində müəyyən qarşıdurma və toqquşmaların baş verməsinə, bəzi iştirakçıların xəsarət almasına gətirib çıxarıb. O cümlədən hakimiyyətin tərəfini tutan qrupa doğru bıçaqlar və digər iti əşyalar atıldığı, 2 bıçağın universitetin mühafizə xidməti tərəfindən tələbələrdən alındığı barədə məlumat yayılıb. Həmçinin daş atılması nəticəsində bir neçə tələbənin yaralandığı bildirilib. Mühafizəkar Fərhixteqan qəzeti bununla bağlı tələbə bıçaq ilə xalqın etiraz səsi olmaq istəyir başlıqlı yazı dərc edib və hadisə yerindən görüntülər yayıb. Lakin bütün cəhdlərə rəğmən 3 gün ərzində etirazların qarşısını almaq və tələbələri susturmaq mümkün olmayıb və aksiyalar fevralın 22-si və 23-də daha coşqulu bir şəkildə davam edib. İlk gündə Əmir Kəbir, Şərif, Tehran universitetlərini əhatə edən aksiyalara, sonraki günlərdə Behişti, Xacə Nəsir, Elm və Texnologiya, Əz-Zəhra universitetlərinin tələbələri də qoşulub. Həmçinin Məşəd Tibb Universitetinin, daha sonra həmin şəhərdəki Firdovsi Universitetinin, eləcə də İsfahan Texnologiya Universitetinin tələbələri etiraz aksiyaları keçiriblər. Bu da hakimiyyəti ciddi narahatlıq keçirməyə vadar edib. Belə ki, ilk günlər rəsmi media tələbə etirazları haqqında məlumatlar yaymaqla, onları yalnız anım mərasimlər kimi təqdim etməyə çalışıb. Lakin aksiyaların hakimiyyət əleyhinə şüarları aydın eşidildikcə, onlara tənqidi münasibət sərgiləməyə başlayıb. Xaricdəki müxalifət, xüsusən Rıza Pəhləvinin tərəfdarı olan monarxistlər isə aksiyalarda onlara sərf edən şüarları qabartmaqla etirazların mahiyyətini təhrif etməyə çalışıblar. Halbuki etirazçı tələbələr həm mövcud hakimiyyəti, həm də monarxiyanı rədd edən istər şah olsun, istər rəhbər, zülümkara ölüm, nə şah, nə rəhbər, demokratiya və bərabərlik kimi şüarları daha geniş şəkildə səsləndirməklə həqiqi istəklərini dilə gətiriblər. Etirazların pik nöqtəsi dünən Əz-Zəhra Universitetində etirazçı tələbələrin İslam Respublikasının bayrağını yandırması olub. Bu zaman qarşıda olan hökumət yönlü qrup yanmış və cırılmış bayrağı götürərək mövcud rejimi dəstəkləyən şüarlar səsləndirib. Bu hadisə geniş reaksiyalar doğurub və rəsmi mediada, o cümlədən dövlət televiziyasında bu addımı tənqid edən materiallar verilib. Radikal mühafizəkar dairələri təmsil edən bəzi deputatlar buna görə Elm, Tədqiqat və Texnologiya nazirini impiçmentlə hədələyiblər. Məsələn, Səid Cəliliyə yaxınlığı ilə tanınan deputat Əmir Hüseyn Sabiti baş verənlərdə Prezident Məsud Pezeşkiyanı və nazir Hüseyn Simai Sərrafı günahlandıraraq yazıb. Ölkənin bir neçə universitetində özünü tələbə adlandıran şəxslər tərəfindən dağıdıcı şüarlar səsləndirilməsi
və İran bayrağının yandırılması prezidentin və elm nazirinin yanlış siyasətinin və dırnaqarası təsir agentləri ilə yumşaq rəftarının birbaşa nəticəsidir. Şərifi Zarçı kimi mənfur şəxsləri universitetə bərpa etməklə öyünərək universitetlərin intizam komitəsini formal hala gətirdiyiniz üçün indi bu vəziyyətə görə məsuliyyət daşımalısınız. Cənab Simai Sərraf, əgər bu vəziyyət düzəlməsə, parlamentdə impichment prosesiniz başlayacaq. Bununla yanaşı yayılan məlumata görə cari həftə ərzində parlamentin Milli Təhlükəsizlik Komissiyasının fövqəladə iclası keçiriləcək və orada elm nazirinin iştirakı ilə universitetlərdəki vəziyyət müzakirə olunacaq. Eyni zamanda elm nazirinin müavini, tələbələrlə iş təşkilatının sədri Səid Həbiba rəsmi İran agentliyinə dünənki açıqlamasında bəzi universitetlərdəki vəziyyətlə bağlı təcili tədbirlər görülməsinin vacibliyini bəyan edib. O vurğulayıb ki, dırnaqarası söyüş və zorakılıq təhsil mühitinin qırmızı xəttidir. Göründüyü kimi tələbə etirazları İran hakimiyyətini əməlli başlı təşvişə salıb. Bu da səbəbsiz deyil. Əminliklə söyləmək olar ki, yanvarda baş vermiş kütləvi aksiyaları zor gücünə yatıran İran rejimi üçün daxildə yeni etirazların baş qaldırması heç də Amerika Birləşmiş Ştatlarının hərbi təhdidlərindən az təhlükə doğurmur. Əksinə, hakimiyyəti daha çox qorxuya salır. Çünki cəmiyyətin ən fəal kəsimi olan tələbələrin ayağa qalxması saysız-hesabsız problemlər qarşısında başını itirmiş teokratik rejimin çöküşünə gətirib çıxaracaq ümumxalq etirazlarına təkan verə bilər.